İncəsənət sahəsində istedadlı gəncləri üzə çıxarmaq məqsədi ilə yaradılan Yarat müasir incəsənət məkanı fəaliyyət göstərdiyi müddətdə müxtəlif uğurlu layihələrə imza atıb. Azərbaycan incəsənəti ilə bağlı həyata keçirilən layihələrin davamı olaraq Yarat bu dəfə müasir Azərbaycan rəssamlarının sərgisini Parisdə açıb. Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu tədbirin Azərbaycan mədəniyyətinin zəngin dəyərlərinin fransızlara yaxından tanıtmaq məqsədi ilə təşkil edildiyini bildirdi. Azərbaycan mədəniyyətinin xaricdə, o cümlədən Fransada təbliği istiqamətində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərdiyi fəaliyyətin böyük maraqla qarşılandığını deyən səfir bu sərginin də mədəniyyətlər arası dialoqa xidmət etdiyini diqqətə çatdırdı. Yarat müasir incəsənət məkanının rəhbəri Aida Mahmudova sərginin keçirilməsində verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür etdi. Bildirdi ki, sərginin keçirilməsində əsas məqsəd gənc rəssamlarımızı dünyada tanıtmaq və Azərbaycan mədəniyyətinə marağı artırmaqdır. 2012-ci ildə biz 20-dən çox layihə həyata keçirmişik və bunlar arasında ilk dəfə Bakıda baş tutan və 6 ay davam edən Public Art Festivalı da var. Bizim dəstəyimizlə rəssamlarımız öz işlərini Hollandiya, Rusiya, İtaliya və Birləşmiş Ərəb Əmirliklərdə keçirilən biennalelərdə sərgiləyiblər. Payız aylarında biz qaleriya məkanı olan Yay qaleriyasını açacağıq. Buradan əldə olunan bütün gəlir rəssamlara və Yaratın digər tədbirlərinə yönələcək. 2013-cü il həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə iddialı tədbirlər proqramı ilə yadda qalacaq. Bunların arasına Venesiya Biennalesi üçün keçiriləcək sərgi də daxildir. Qeyd edək ki, Doğma Ev adlanan sərgidə müxtəlif yaş dövrlərini əhatə edən 25 rəssamın 90 əsəri nümayiş etdirilir. Bir-birindən fərqli təxəyyüllərin məhsulu olan bu əsərlərdə müasir rəssamlığın bütün istiqamətləri yetərincə əksini tapır. Sərgidə Leyla Əliyevanın, Aida Mahmudovanın, Müseyib Əmirovun, Vüqar Muradovun, Sitarə İbrahimovanın, Altay Sadıqzadənin, Fəxriyə Məmmədovanın, Fidan Seyidovanın, Fərid Rəsilovun və başqalarının əsərləri maraqla qarşılandı. Belə demək mümkünsə, modernist rəssamlarımızın əsərləri fransız tamaşaçısında paytaxtımızın qədim və müasir görkəmi, ölkəmiz, burada yaşayan insanlar haqqında zəngin təəssürat yaratdı. Realist çalarlarla, fərqli forma və rənglərlə diqqət çəkən bu yaradıcılıq nümunələri heyrətamiz gözəlliyi və maraqlı işlənmə texnikası ilə diqqəti cəlb etdi. Buradakı əsərlər estetik tərbiyə, bədii zövqün inkişafı, fərqli düşüncə üçün gözəl imkanlar açdı. Daha çox qeyri-ənənəvi, bəzən hətta gözlənilməz ifadə texnologiyalarını nümayiş etdirdi. Fransanın dövlət və hökumət rəsmilərinin, senatorlar və deputatların, Parisdə akreditə olunan diplomatik korpusun əməkdaşlarının, diaspor təmsilçilərinin iştirak etdikləri sərgi Azərbaycanın müasir incəsənətinin nümunələrinin özəlliyini qərb tamaşaçısına uğurla çatdırdı. Yuni Sorucov, Fazıl Hadiyev, Ənvər Hüseynov, Vüqar Quliyev, Xəbərlər, Fransa, Paris.